Herkese salam. Bugün bu kokosun suyundan, tozundan yararlanmağa gəlmişik. İlk öncə kokosun bu 3 dəliyindən birini deşib, içindəki suyu stəkana süzürük. Daha sonra çox çətinliklə də olsa kokosumuzu qırmağa çalışırıq. Videoda göstərildiyi kimi eyni xətt üzərindən qırsa, sonda 2 gözəl kasanız da olacaq. Mən özüm qıra bilmədiyim üçün evdəkilərdən kömək istədim. Sonda artıq kokosu 2-yə ayırmağı bacardıq. Kokosun içini bıçaqla çıxarmağa çalışırıq. Mən diqqət elədim ki, kasa zədələnməsin və kokos qabıqlı olur. Onu isə soyağacla və yaxud da bıçaqla soya bilərsiniz. Daha sonra kokosu blendera əlavə edirik. Üzərinə yarım stəkan su tökürük. Qeyd edim ki, su adi sudur, kokosun öz suyu deyil. Blenderdan keçirdikdən sonra isə alınan qarışımı süzürük. Gördüyünüz kimi kokosun südü çıxdı. Həmin südü bir bankaya əlavə edib soyuducuda 4-5 saat gözlədirik. Dəsmalda qalan qırıntılar isə kokos tozudur. Onu da sərib qurumağa qoyuruq. Daha sonra şirniyyatlarda rahatlıqla istifadə edə bilərsiniz. Soyuducudan çıxardıqdan sonra üst təbəqədə yığılan hissə kokosun yağıdır. Əl üçün, üz üçün, saç üçün maskalarda istifadə edə bilərsiniz. Faydalarını internetdə araşdıra bilərsiniz. Mən kiçik krem qablarında yığıb istifadə üçün ayırdım. Yerdə qalan hissə isə onun suyudur. Yenidən onu süzüb içə bilərsiniz. Çox şirin bir dadı var. Artıq kokos qırıntıları da quruyub, kiçik bir qaba əlavə edib şirniyyatlarda istifadə edəcəm. Həmçinin qeyd etmək istəyirəm ki, bu qədər suyu, yağı və qırıntını sadəcə yarım kokosdan əldə etdim. Yerdə qalan kokosu isə çiğ halda yeyə bilərsiniz.